Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve acil fərəcəhum. İcbari tibbi sığortanın məbləğinin azaldılması ilə bağlı məlumatlar dolaşır. Belə ki, 2025-ci ildə dövlət büdcəsindən icbari tibbi sığorta üçün 1 milyard 416 milyon vəsait ayrılmışdısa, bu il o məbləğin 900 milyona qədər endirilməsindən söhbət gedir. Təqribən yarım milyard, konkret olaraq 516 milyon deməli bu vəsaitin azaldılmasından söhbət gedir. Əlbəttə ki, bilirsiniz, icbari tibbi sığorta ilə bağlı uzun illərdir Azərbaycanda bu tibbi sığortanın bərpası ilə bağlı müzakirələr gedirdi və ən nəhayət bir neçə ildir ki, deməli, Azərbaycan hakimiyyəti bununla bağlı qərar verdi. İndi isə məbləğin azaldılması ilə bağlı müzakirələr aparır. Düşünürəm ki, bu məbləğ azaldılacaq, 900 milyona endiriləcək. Ola bilsin ki, növbəti illərdə ümumiyyətlə biraz da azaldılsın. Çünki bu əvvəlki illərdə tibbi sığortanın, icbari tibbi sığorta ilə bağlı həm də bir sınaq müddəti idi hökumət üçün. Hökumət gördü, yox, bu xalqa xidmət edən bir məsələdir ki, normalda deməli bütün ölkələrdə, inkişaf eləmiş ölkələrdə və inkişaf etməkdə olan ölkələrdə hamısında tibbi sığorta var. Hətta bizim bəyənmədiyimiz və hər zaman aşağılamaq istədiyimiz qonşu Ermənistanda və Gürcüstanda tibbi sığortanın illər əvvəl bizdən, deməli illər əvvəl olduğu bu da bir ciddi faktdır. Amma deməli Azərbaycanda nə xalqın xeyrinədirsə, xalqı xidmət edirsə, Əliyev hakimiyyəti onun qarşısını alır və onu deməli onunla bağlı məsələləri məhdudlaşdırmağa çalışır. Əziz izləyicilər, elə bax bu arada biz gördük ki, deməli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbbəylinin qızı Günay Mənsimova Almaniyada Nürnberg şəhərində deməli kirayələdiyi bir bank kassasından 1 milyon avrodan çox olan deməli qızıl zinət əşyalarının oğurlanması ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Günay Mənsimova başqasının adına orada bir Sparkassa deyilən bank var. Almaniyada ən məşhur banklardan biridir. Orada kassa kiralayıb və öz zinət əşyalarını həmən adamın adı ilə orada saxlayıb və həmən adam da o pulu oradan deməli götürüb və hansısa bir başqa bir ölkəyə gedib. Deməli, Almaniyada bilirsiniz ki, Avropada müəyyən məbləğə qədər heç bir problem yoxdur, amma həmin məbləği keçəndən sonra o pulun mənbəyi göstərilməlidir. Hətta bankda saxlanılsa da heç kim gedib müəyyən, yəni yüksək məbləğdə vəsait banka qoyub deməli, mən bunu saxlayıram deyə bilər. Amma hər hansı bir problem yaranarsa artıq o pulun mənbəyi öyrəniləcək. Məsələ bu məsələyə görə də deməli, bu Günay adlı xanım hər hansı bir polisə müraciət etməyib. Çünki pulun məbləği soruşulacaq. Bu da bu pulları Azərbaycan xalqından oğurlamışam atasının vasitəsilə, atasının oğurladığı pullardır. Onu demək məcburiyyətində qaldığı üçün hər hansı bir şikayət edilməyib. Bu məsələnin bir tərəfi. İkinci tərəfi də bundan ibarətdir ki, əslində mən hesab etmirəm burada təkcə polis qorxusu ola bilər. İkinci məsələ bundan ibarətdir ki, belə ailələr üçün 1 milyon evro elə də böyük bir məbləğ deyil. Məsələn, bir adamın, bizim kimi kasıb adamların 100 manat, 50 manat itirəndə biz nə hissi keçirdiriksə, bunlar üçün də 1 milyard, 1 milyon, üzrsən, 1 milyon evronun təqribən 2 milyon manatın itirilməsi, oğurlatdırılması elə də ciddi təsir eləmir bunların büdcəsinə, bunların yaşayışına, həyatlarına.
Ondan əlavə bu adamlar deməli bu pulu halal yolla qazanmayıblar. Bunlar oğurluq pullardılar. Zaten bunların pulları deyil. Adam başqasının puluna görə niyə narahat olmalıdır? Bu da ən ciddi amillərdən biridir. Bilirsiniz ki, bu aralarda deməli Azərbaycanda gündəmdə şayə və yalan dolu informasiyalarla ölkənin xalqın başı qatılır. Bu da Ramiz Mehdiyev haqqında, onun deməli varidatı haqqında müəyyən siyahılar dərc olunur və s. Amma biz baxanda ki, İsa Həbibbəyli deməli bu Milli Elmlər Akademiyasının prezidentidir və hər hansı bir ciddi gəlir gətirən deməli nazirlikdə rəhbər deyil, nazir deyil və yaxud da başqa ciddi dövlət məmuru deyil. Sadəcə bu elmlə bağlı olan bir akademiyanın deməli rəhbəridir və burada əslində bu özü əlbəttə ki, ciddi faciədir ki, elmlə, təhsillə məşğul olan şəxsin bu qədər korrupsiyaya bulaşması, bu ayrı bir mövzudur. Amma mən məsələyə bu yandan yanaşmıram. Yəni, müqayisə aparmaq istəyirəm ki, elmlə, mədəniyyətlə, təhsillə məşğul olan, akademiyaya rəhbərlik edən şəxsən qızı əgər 1 milyon evro oğurlatdırırsa və bundan tükü də tərpənmirsə, onda biz həqiqi dövlət büdcəsinə nəzarət edən və birbaşa əlaqəsi olan şəxslərin orada nələr oğurlamasını təsəvvürə belə gətirə bilmirik. Mən sadəcə müqayisə üçün bunu deyim ki, baxın, Azərbaycan deməli büdcəsi, Azərbaycan deməli bütün varidatı, gələn gəlirlər əsasən də neft və qaz və təbii sərvətlərdən bilirsiniz büdcə formalaşır. Bunlar kimin cibinə axır? Bunlar hansı formada yaşayır? Həzrət Əli əleyhissalam, Əmir əl-Möminin Həzrət Əli əleyhissalamdan belə bir hədis var ki, buyurur, 70 ev xaraba qalmasa, bir ev qucalmaz. Yəni, bir adam 70 dənə ailəni bədbəxt etməlidir, onun gəlirlərini mənimsəməlidir, onun haqqını qəsb etməlidir ki, o özünə bir dənə villa tikə bilsin, özünə bir dənə malikənə qura bilsin. Amma Azərbaycan çox təəssüflər olsun ki, 100-ə qədər bu cür, yəni qarınlı məmurun əlində əsir olub. Bütün varidat, bütün Azərbaycan xalqının, 10 milyonluq xalqın payı olan bu varidat, bu var dövlət 100-150 məmurun arasında bölüşdürülür və onlar da bu cür, yəni ya saat oğurlatdırırlar, dəyəri milyonlardan ölçülən, ya qızıl zinət əşyaları oğurlatdırırlar və s. Yəni bu cür insanlar da Azərbaycanda deməli sadə dərman almaq üçün, sonra 1 kilo ət almaq üçün insanlar əsir-yesir vəziyyətdədirlər. Yəni 1 kilo evlərinə ət ala bilməyən xalq, xalqın elm və təhsil üzrə akademiki görün ölkədən nələr oğurlayır, nələr daşıyır. Yəni bu əlbəttə ki, Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı bir mənalı olaraq artıq dərk etməlidir, qəbul etməlidir, başa düşməlidir ki, Azərbaycan dövlətinin varidatı, bunlar hamısı xalqın malıdır, xalqındır, xalqa məxsusdur. Bu insanlar bu cür deməli korrupsiya hallarına bulaşanda, bu cür özbaşınalıqlar eləyəndə Azərbaycan xalqından xüsusi bir təpki olmalıdır. Nə qədər ki, o təpki yoxdur, belə İsa Həbibbəylilər, Ramiz Mehdiyevlər, Əli Həsənovlar və ən başlıda İlham Əliyevlər bunlar elə öz bildiklərini edəcəklər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.